Salam əziz şagirdlər. Bu gün sizin üçün hidrogen halogenidlərdə polyarlıq, davamlılıq, turşuluq və reduksiyicilik xassəsinin necə dəyişdiyinin izahını verəcəm. Bilirik ki, bu suallar sınaqlara, imtahanlara tez-tez düşən suallardan və çaşqınlıq yaradan suallardan biridir. Bu sualları düzgün yazmaq üçün polyarlığın, davamlılığın nə olduğunu biz bilməliyik. Yadda saxlayırıq ki, polyarlıq sözü fərqli mənasına gələn bir sözdür. Bu cümləni, bu sözü yadda saxlamaqla biz fikirləşib cavabı tapa bilərik. Flor bilirik ki, cədvəldə elektromənfiliyi ən yüksək olan elementdir. Fikirləşək görək, hidrogenlə flor arasındakı elektromənfiliyi fərqi böyük olar, yoxsa hidrogenlə yod arasındakı? Əlbəttə ki, hidrogenlə flor arasındakı elektromənfiliyi fərqi daha yüksəkdir. Ona görə də yüksək olduğu üçün daha polyar sayılır. H-flor ən polyardırsa, deməli H-yoda doğru polyarlıq azalar. Bunu başa düşdük. Yəni ki, elektromənfiliyi çox fərqləndi H-florda, elektromənfiliyi az fərqləndi H-yodda. İndi sual verirəm. H-florda elektromənfiliyi güclüdürsə, bu davamlı olar, yoxsa arasındakı elektromənfiliyi fərqi az olan H-yod daha davamlı olar? Əlbəttə ki, daha davamlı olacaq H-flor. H-yod ona nisbətən az davamlı olacaq. Deməli, H-flordan H-yoda doğru davamlılıq nə olur? Azalır. Keçək turşuluğa baxaq. Belə bir sual verək ki, özümüzə turşuluq nədir? Bilirik ki, turşuluq hidrogeni ayırma xassəsidir. Yəni, maddə hidrogeni nə qədər rahat ayırsa, o qədər də turşuluğu yüksək olar. Bəs biz dedik ki, H-yodid daha davamsızdır, H-flor daha davamlıdır. İndi fikirləşək görək, H-yoddan hidrogeni ayırmaq daha asan olar, yoxsa H-flordan daha asan olar? Əlbəttə ki, H-yoddan hidrogeni ayırmaq daha asandır. Ona görə H-flordan H-yoda doğru getdikcə turşuluq qabiliyyəti artır. Yadda saxlamaq üçün, vizual yaddaşı güclü olanlar üçün bura şəkil yerləşdirmişəm ki, H-flor daha qüvvətlidir, H-flor ona nisbətən zəifdir. Və bu sıranı davam eləsək, H-brom da H-xlordan qüvvətli olar, H-yod H-bromdan qüvvətli olar. Qaldı reduksiya edicilik. Reduksiya ediciliyi yadda saxlamaq üçün cədvəli yadımıza salırıq ki, flordan yoda doğru getdikcə, ümumiyyətlə qruplar üzrə yuxarıdan aşağı gəldikcə reduksiya ediciliyi necə olurdu? Reduksiya ediciliyi artırdı. Hidrogen halogenidlərdə də H-flordan H-yoda doğru getdikcə reduksiya edicilik artacaq. Bu qədər. Ümid edirəm sizin üçün faydalı olar.